Jeffrey Epstein Amerikalı maliyyəçi idi. Lakin karyerasına riyaziyyat müəllimi kimi başlamışdı. İllərlə davam edən azyaşlı qızların əsasən 14-dən 17-yə qədər yaş, cinsi istismarını və insan alverini təşkil edən qlobal bir şəbəkə qurmaqda ittiham olunurdu. Epstein maliyyəçi olaraq fəaliyyət göstərirdi və geniş əlaqələrə malik idi. Son illərdə açıqlanan sənədlərdə bir sıra tanınmış şəxslərin adları hallanmışdır. Ona qarşı irəli sürülən əsas ittihamlar cinsi istismar və insan alveri ilə bağlı idi. Epstein 2019-cu ildə həbsxanada ölü tapıldı. Rəsmi olaraq ölümün səbəbi intihar olaraq açıqlansa da, hadisə ilə bağlı şübhələr var. Amerika Ədliyyə Nazirliyinin məlumatına görə Epstein mindən çox qurbanı istismar etmişdir. Epsteinin şəxsi təyyarəsi ilə kimlərin hara uçduğunu göstərən sənədlər. Sənədlərdə Donald Trump, Bill Clinton və Şahzadə Andrew kimi şəxslərin adları keçir. Sənədlərdə adın keçməsi mütləq cinayət kimi qəbul olunmur. Çünki adı keçən bəzi şəxslər sadəcə şahid ifadələr əsasında qeydə alınıb. Onlarla bağlı konkret fakt və ya sübut yoxdur. Bəzi qadınlar bu cinayətin qurbanı kimi ictimaiyyət qarşısında çıxış ediblər. Hal-hazırda bu cinayət işi davam edir.